Və bir maraqlı fakta sizə bir qeyd edeyim. İndi o 21 yaşlı futbolçulardan söhbət düşmüşdü. Hansı ki Ayxan müəllimin əlinin altında bir o qədər də alternativ olmadığından danışırdıq. Və bu yaxınlarda bilirsən ki, U21 millimiz Portuqaliya ilə çıxış elədi, yəni qarşılaşdı və 4-0 hesabı ilə məğlub olduq. Belə baxanda Portuqaliyaya məğlub olmağımız, yəni məncə qeyri-adi bir nəsə, yəni qələbə qazanıb və yaxud da heç-heçə oynasaydıq bu qeyri-adi olardı. Məncə daha qeyri-adi olardı. Amma indi gəlin sizə bir fakt deyim, Nizad. Bax, İngiltərə millisi U21-i daha güclü və tanınmış futbolçulardan təşkil olunub, yoxsa Portuqaliya? Məncə Portuqaliya daha çox. İngiltərə millisi heyətindəki 21 heyətindəki oyuncuları mən sənə saysam 90%-ni tanıyacaqsan. Çünki hamısı İngiltərə Premier Liqasında oynayır. Amma Portuqaliyadan saysam bəlkə 200 nəfər tanıyarsan. Ad olaraq təbii. İndi bir fun fakt deyim, qulaq asaq. Deyir ölkədə futbolçu tapırıq. Düzdür? Andorra neçə min əhalisi olan bir ölkədir. Dəqiq rəqəm deməkdə. Götürək 500 min. Deyil ha, 500 min. Andorra neçə ildir artıq çıxış eləməyə başlayıb Avropa səhnəsində. Maksimum 15 il olsun. Elə millidən danışırsan ki, o millinin tarixini ancaq o ölkədə olanlar niyə görə bunu? Mənim yadıma gəlir ki, biz Andorra filan düşən, yəni qarşılaşma ehtimalımız olanda deyirdik ki... Sevinirdik də o vaxtlar. O heç. İndi bunları niyə deyirəm? Andorranın U21 millisi İngiltərənin U21 millisindən bərabərə qaldı bir-bir. Hamı inkişafdadır. Hamı inkişafdadır, Ahmet. Yox, valla millilər böyük ölçüdə müqayisə elə. Hansı milli bizdən geri qalır? Malta millisi inkişafdadır. Lüksemburg millisi inkişafdadır. Hansı milli inkişafda deyil? Biz niyə inkişafda Farer adaları deyilik? inkişafdadır, qardaş. Farer adaları çoxdan keçdi inkişafı. İnkişafda da sayılmır. İndi bizdən başqa da. Təbii ki, bizdən başqa. Yaxşı Mən müqayisədə deyirəm. Biz niyə inkişaf eləmirik? Çünki biz düzgün yolda deyilik. Nədir düzgün yol? Düzgün yol yaxşı nöqtəyə gəldin. Bax, bir qədər geniş danışacağam Ahmet. Amma xahiş edirəm sözümü kəsmə. Buyur. Bax, bir neçə gün əvvəl Yaşar Sultanov, çox yaxşı tanıyırsan. Bakı Futbol Klubunun sabiq futbol Seyidov. Yaşar Seyidov daha doğrusu. Salam çatdırıram. Yaşar Seyidov, elə buradan da salamlayıram Yaşar müəllimi, bizim dəyərli futbol mütəxəssislərimizdən biridir. Bəli. Futbol funksionerlərimizdən biridir. Hazırda Dinamo klubunun prezidentidir. Çox yaxşı işlər görürlər özləri. Bəli, Dinamo klubunun prezidentidir və Yaşar müəllim bir neçə gün əvvəl bizim dəyərli həmkarımız İlkin Fikrətoğlu'na yaxşı bir sujet alınıb. Tövsiyə edirəm dəyərli izləyicilərimiz, baxmayanlar mütləq Sport Info TV-də həmin sujetə baxsınlar. Sənətkarımıza da salam deyək. Təbii ki, İlkin müəllimi də salamlayırıq. Həqiqətən bizim dəyərli həmkarımızdır, iş yoldaşımızdır. Nə yaxşı ki, bizimlədir, bir yerdə çalışırıq. Salamlayırıq buradan. Hər zaman olduğu kimi yenə gözəl bir sujet araya ərsəyə gətirib. Yaşar müəllim maraqlı məqamlara toxunub. Bugün Dinamo komandasının akademiyasında 300 futbolçu futbolun sirlərini öyrənir. Bugün Dinamo 2-ci liqada çıxış eləyir. Yeganə klubdur ki, hətta 1-ci liqada belə klublar yoxdur. Bütün yaş qruplarında Dinamo'nun komandası AFFA'nın keçiyi turnirlərdə iştirak edir. Bütün yaş qruplarında. Və hətta bizim Premier Liqada Karvanın, İmişlinin belə bütün yaş qrupları yoxdur. Bəzi klublarda hansı formada sadəcə iştirak xatirinə... Söz və qüvvət, sözü kəsmirəm ha, söz və qüvvət. Mən elə özüm olmuşam Dinamo'da, yəni gedib sağ olsunlar, dəvət eləmişdilər. Eşən müəllim var orada, dəyərli məşqçimizdir. O da bizim komanda direktordur, yəni bütün nəzarəti eləyir Dinamo klubuna. Valla həqiqətən də təbrik eləmək lazımdır. Böyük işlər görürlər. Həqiqətən böyük işlər görürlər ha. Sən orada o uşaqların məşq elədiyi meydançanı görsən, sadəcə meydançanı görsən, inandırım səni. Nəinki o meydançada futbol oynamaq, yenimək belə təhlükəlidir, həmən meydançada. Amma o meydançada Yaşar müəllim olsun, Eşən müəllim olsun, o şəraiti qura biliblər Dinamo'da. Və bugün Dinamo 2-ci liqada
Sadəcə gənclərdən təşkil olunmuş 17, 16, 18, 19 yaşda uşaqlardan təşkil olunmuş və ən gözəl futbol oynayan komandalardan biridir və bu klub sırf Azərbaycan futboluna xidmət eləyir. Buyur. 100%. Mən sənədli sübutlu tanış olmuşam. 300 futbolçu. Ahmet, adı, familiyası, görüntü deyil, sadəcə pafos deyil. Bu bir reallıqdır. Sadəcə Azərbaycan futbolu elə nöqtədədir ki, inandırıcı gəlmir. Bir ikinci liqa klubunun akademiyasında 300 futbolçunu saxlaması, bütün yaş qruplarını afran keçirdiyi turnirlərdə iştirakını təmin etməsi fantastik bir işdir. Əla, sağ olsun. Azərbaycan futbolunda fantastik bir işdir. Yaşar Sultanov bu işi görür. Seyidov. Yaşar Seyidov, üzr istəyirəm, hər dəfə Sultanov kimsə yaman deyirəm. Yaşar Sultanov, Turan Tovuz. Hər dəfə qarışdırıram, üzrlü saysın. Yaşar müəllim bu işləri görür Ahmet və təbii ki, dəstək lazımdır. Bir neçə həftə əvvəl Qarabağın Çempionlar Liqasındakı iştirakına görə bütün klublarımıza 1,6 milyon manat mükafat deyək də pul ayrıldı. Həmrəylik o çərçivəsində bunu Nə gözəl. bütün klublarımıza, Qarabağa görə digər 11 klubumuza. Əla. Hər birinə 1,6 milyon manat pul ayrıldı. Və Yaşar müəllim təklif eləyir ki, həmin puldan çox yox, 2-3% 11 klub ayırsın və sən qeyd etdin ha, yəni o meydançalarda futbol nədir, heç yerimək mümkün deyil. Və xahiş eləyir, təklif eləyir ki, 2-3% ayrılsın o pulla həmin meydança Abşeron Olimpiya kompleksinin stadionudur. Və həmin Abşeron Olimpiya kompleksinin stadionuna yaxşı bir müasir tələblərə cavab verən örtük təmin olunsun, çəkilsin, bərpa olunsun ki, uşaqlar orada məşq eləsin. Və klublar komitəsinin iclasında yalnız, mən buradan alqışlayıram və salamlayıram İmişli klubun prezidentini, dəyərli, hörmətli Kamran bəyi. Yalnız Kamran müəllim dəstəkləyib və bildirib ki, biz hazırıq o pulun ayrılmasına. Amma digər 11 klub, təəssüf ki, indi kimsə 50% razılaşıb, kimsə hansısa olmadı, amma bir mənalı şəkildə yalnız İmişli klubunun prezidenti razılaşıb, digər klublar razılaşmayıb. Yəni o nə böyük məbləğdir ki, Dinamo üçün böyük məbləğdir, amma digər klublarımız üçün yox. Qeyd etdim ki, biz düz başlamaq üçün hardan başlamalıyıq? Elə buradan başlamalıyıq. Həmin Abşeron Olimpiya kompleksinin stadionu bərpa olunmalıdır, yaxşı örtü ilə təmin olunmalıdır, meydança yaxşı olmalıdır ki, həmin Dinamonun 300 futbolçusu orada məşq eləyə bilsin. Biz oradan başlamalıyıq ki, bugün 2-ci liqada təkcə Dinamonun yox, həm də Premier Liqa klubları Dinamo kimi yalnız çempionatda iştirak xatirinə, nə bilim, tələbləri qarşılamaq xatirinə akademiyaları saxlamasınlar, klubları saxlamasınlar. Həm də futbolumuza xidmət etmək xatirinə klubları saxlasınlar, akademiyanı saxlasınlar. O uşaqlara o maliyyəni ayırsınlar. Biz başlamaq istəyirsə, inkişaf istəyirsə bundan olmalıdır. Bugün Karvan komandasını təsəvvür et ki, Dinamo komandası öz yaş qruplarını 17 və 19 komandalarını tam komanda şəklində komplekt Karvan Yevlax komandasına verib ki, çempionatda iştirak eləsin. Əks halda Karvan Yevlax çempionata buraxılmamış mövsümün əvvəlində. Bu bizdən nə deməkdir? Bu cür işləri görən Dinamo komandasına Yaşar müəllimə dəstək olunmur.